Salam uşaqlar. Bugün 6-cı siniflərin monitoring suallarından yəni monitoringindən suallara baxacağıq. Uşaqlara çətin gələ biləcək suallara daha çox baxaq. Burada. Məsələn, monitoring 2-dən Məsələn, 31-ci sual monitoring 2-dən. Bu sualda indi fikir verək bu suala. Deyir, şəkildəki kvadrat 8 bərabər üçbucağa bölünmüşdür. Fikir verin, bax. Bir üçbucaq, bax. 1, 2, 3, 4, 5, 6, 7, 8. Görürüz, üçbucaqlar bunlardır. 8 dənə üçbucağa bölünüb. Rənglənmiş hissənin sahəsidir 100 olarsa. 8 bərabər üçbucaq deyirsə, 8 dənə burada üçbucağın sahələri hamısı bir-birinə bərabərdir. Yəni, bərabər üçbucaq deyirəmsə, deməli, bu üçbucaqların sahələri də bir-birinə bərabərdir. Onda hamısının sahəsini mən S kimi yazıram. Üçbucaqların. Hamısının sahəsini S dedim. Bizə də bu rənglənmiş hissənin sahəsini fikir verin. Bu rənglənmiş bunların rənglənmiş hissələrin sahələrini veriblər. İkisinin bir də 100 veriblər. Yəni S-dən S. Bu rənglənmiş hissələrin sahələrini toplasaq, S üstə gəl S bərabərdir 100. 2S bərabərdir 100. S də bərabərdir 50. İndi burada da sahənin birini 50 aldıqsa, bizdə nə istəyir? Ən böyük kvadratın perimetridir. Əvvəlcə ən böyük, yəni bu kvadratın, bax, ən böyük kvadratın sahəsini tapsaq, sahəsini də tapmaq üçün bu kvadratın özü 8 dənə sahəsi S olan üçbucağa bölünür. Görürsünüz də şəkildə. 8 dənə üçbucağa bölünüb, hər birində sahəsi S-dir. Onda mən bütöv kvadratın sahəsini tapmaq istəsəm, 8-i S-ə vuraram, bütöv kvadrat alınır. 8 vurulsun, S-in də qiyməti 50-dir. Gətirirəm, 50-yə vururam. Deməli, 0 yazdım, 8 vur 5 deyil, 40. Deməli, bütün kvadratın sahəsi 400-dür. 400 kvadrat metrdir. Onda kvadratın sahəsinin düsturu nə idi? S bərabərdir A kvadratı. Yəni, tərəfinin kvadratına bərabərdir kvadratın sahəsi. Kvadratın sahəsi var, amma tərəfi yoxdur. Tərəfini tapa bilərik də onda. 400 bərabərdir A kvadratı. Nəyin kvadratı 400 eləyər? Yəni, A-nı A-ya vuranda 400 eləməlidir. Deməli, A-mız 20 olsa, 20-ni 20-yə vursam, 400 eləyər. Tərəfini tapdıqsa, bizdən nə istəyir? Sonuna mütləq diqqət yetirin ki, nə istəyir bizdən? Perimetrini tapın deyir. Sualları sonuna qədər oxumaq lazımdır. Perimetridə deyirsə, kvadratın perimetri, ümumiyyətlə, hər şeyin perimetri, onun tərəflərinin cəmidir də. Kvadratın da 4 dənə bərabər tərəfi var. 4 dənə bərabər tərəfi, yəni 4 vurulsun A-da. 4 dənə A-nı toplayanda 4 A eləyir. Bu da 4 vurulsun, A-nın da qiyməti 20-dir. Bu da eləyir 4 vur 20, 80. Deməli, bunun perimetrinin qiyməti 80 olar. Bu da oldu A variantı. İndi 32-ci suala baxaq. Bu suallardan da çox düşür monitoringlərə. Deyir, Orxanın addımı 80 santim. Yəhyanın addımı isə 70 santimdir. Hansı ən yaxın məsafədə onların hər ikisi tam sayda addım atar deyir. Belə tip misallarda, bu addım məsələlərində bu verilmiş addımların əkobu tapılır. Deməli, əkob 80-70. 80 ilə 70-ə əkob tapırıq. Əkobun da qaydasına görə bu 80 nə deməkdir? Bu 80-ı 8 vurulsun 10 kimi göstərə bilərəm. 70-i də 7 vurulsun 10 kimi göstərərəm. Hər ikisində ortaq vuruq nədir? 10 hər ikisində var da. Bu 10-u mən əkobun xaricinə çıxartsam, əkobun daxilində hansı rəqəmlər qalar? Deməli, 10-u çıxartdımsa, burada qaldı 8 yazıram. O birisində də qaldı 7. İndi 8 ilə 7-nin əkobunu tapmaq asandır. Onu yəni yazıram olduğu kimi. 8 ilə 7 də qarşılığı sadə ədədlərdir deyə onların əkobu onların hasilinə bərabərdir. 8 vurulsun 7. 8 vur 7 56. Bunu da 10-a vuranda 560 eləyir. Deməli,
onların ən yaxın, hər ikisinin nə deyir burada? Hansı ən yaxın məsafədə onların hər ikisi tam sayda addım atar deyirsə, deməli 560 santimetrdə tam sayda addım atar bunlar. Oldu B variantı. 33-cü misalda əslində çox sadədir. Yəni biz bilirik ki, bax qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Qonşu bucaqların isə cəmi 180 dərəcədir. Yəni bucaq 1 ilə bucaq 2-nin cəmi 180. Bucaq 1 ilə bucaq 3 bir-birinə bərabərdir. Və məsələn bu misalda da bucaq 1 üstəgəl bucaq 3 deyir. Hər ikisi bir-birinə bərabər. Digər tərəfdə 2 ilə də 4 bir-birinə bərabərdir. Bucaq 4. Onda bu üçünün cəmi 260-dırsa, hansıdır? 1, 3, 4. 1, 3, 4. Bax, bu üçünün cəmi 260-dırsa, bütün bucaqların hamısının cəmi 360 eləməlidir. Çünki tam bucaq əmələ gətirməlidir. Ona görə 360 dərəcədən 260-ı çıxırsınız, qalır 100. Deməli, bucaq 2 100 dərəcəymiş. Bu misalı da, yəni, çox sadə misaldır. MO 3-dür, KO 4-dür, OP 6-dır, o N parçasını tapın. Bu da vətərlərin kəsişməsindən alınan hissələrdir. 3-ü vurursunuz X-a, 4-ü vurursunuz 6-ya. Buradan X-in qiymətini tapırsınız. Bu 6 ilə 3 X-a gedir, qalır 2. Burada da 4 vur 2-də 8. Deməli, X 8 imiş. Bu da çarpaz vurularaq həll olunur. da Arif 25 manat pulun 5'te 2 hissəsinə dəftər aldı deyir. Deməli yazıram, bura dəftər. Bir də qələm. Qələm. 25 manat pulun 5'te 2 hissəsinə dəftər deyirsə, deməli 25'in 5'te 2 hissəsini tapıram. Yəni ədədin hissəsini tapanda ədəd hissə göstərəndə vururuq. 25 ilə 5 ixtisar gedir. Qalır burada 5, burada 1. 5'i də 2'yə vuranda eləyir 10. Deməli Arif 25 manat pulun 10 manatına dəftər alıb. Nə qədər pulu qalır? 25-dən 10'u çıxıram, qalır 15 manat pulu. 5'te 1 hissəsinə isə qələm aldı deyir. 25 manatın qalan pulunu demir ha, 25 manatın deyir. 5'te 2'sinə dəftər, 5'te 1'inə də qələm aldı deyir. Əgər desəydi ki, qalan pulun 5'te 1'inə qələm aldı, onda onun 5'te 1'ini tapasıydınız. Amma qalan pul sözünü işlətmədiyi üçün, elə biz 25'in 5'te 1 hissəsini tapırıq. Qələm üçündə. 5'te 1 hissəsi. Deməli, 25 ilə 5 yenə ixtisar gedir. Qalır burada 5, burada 1. 5'te 1'ə vurduq, oldu 5. 5 manata da qələm alıb. Ümumi, bu neçə hərəkətdir, çoxdur. Ümumi 25 manat pulu var idi. 10 manatına dəftər, 5 manatına da qələm aldı. Yəni 25'dən 10 ilə 5'i toplayırıq da 10 plus 5'i çıxırıq. Dəftərlə qələmin pulunu toplayıb çıxsaq, yerdə bunun cibində nə qədər pul olduğunu taparıq da. 25 çıxılsın 15. Bu deyilir 10. Arifin nə qədər pulu qaldı? Arifin 10 manat pulu qaldı. Baxın 37-ci misala. Deyir A ədədini 5'ə böldükdə qalıqda 3 alınır. Buna görə aşağıdakilərdən hansı 5'ə tam bölünür? Bax bu A ədədini 5'ə böləndə qalıqda 3 alınan özümüzdən bir dənə rəqəm götürək. Məsələn 8. Bax 5 ilə 3'ü toplayıram. Ən kiçik 5'ə böləndə qalıqda 3 alınan ədəd. Bax 5 ilə 3'ü cəmləyirik, olur 8. Deməli, ya da 3'ün özünü də götürə bilər. Bu heç. İndi 8'i götürsək, 8'i mən 5'ə bölsəm, 1 düşər, qalıqda da alınar 3. Qalıqda da alınar 3. Deməli, mən A-na özümdən rəqəm verdim, oldu 8. A-ya 8 verdim. İndi A-nı 8 götürmüşəmsə, indi variantlara baxaq görək. Hansını yoxlasam, A-nın yerinə 8 qoysam, 5'ə bölünən ədəd alınır. A variantını yoxlasam, A-nın yerinə 8 qoymuşam. 8 üstə gəl 8 elədi 16. 16 5'ə tam bölünmür, bu getdi. B variantı 2 vurulsun 8 üstə gəl 3. 2 vur 8 16. 16'ın da üstüne 3 19. 19 da 5'ə tam bölünmür, bu da getdi. C A minus 3, yəni 8 minus 3. 8'dən 3 çıxdıq 5. 5 5'ə tam bölünür. Deməli, bizim axtardığımız ifadə A minus 3 ifadəsiymiş.
Cavabımız olur C variantı. Yəni bu tip misallara yerinə rəqəm qoymaqla həll eləyə bilərsiniz. Elə ədəd tapırsınız ki, 5-ə bölünəndə qalıqda 3 alınsın. 38-ci misalda 3 ardıcıl natural ədədin cəmidir. 3 ardıcıl natural ədəd deyəndə biz bilirik ki, ardıcıl ədədlər bir-bir artırdır. Yəni məsələn 1, 2, 3. Bax görürsünüz, 1-in üstünə 1 gəliblər 2 olub, 2-nin üstünə 1 gəliblər 3 olub, 3-ün üstünə 1 gəliblər 4 olub. Beləliklə gedir. Deməli ardıcıl ədədlər bir-bir artır. Mən birinci ədədi n götürsəm, ikinci ədəd n plus 1 olar. Üçüncü ədəd bunun üstünə 1 gələrəm. Yəni n plus 1 üstə gəl 1. 3 ardıcıl deyirsə, bunların cəmi 33-dür deyib. Bunları toplayıram. N üstə gəl, n plus 1 üstə gəl, n plus 2 də 1-in üstünə 1 gəldi, 2 oldu. Bərabərdir 33. 3 dənə n, 1n, 2n, 3n, 3n, 1 ilə 2-ni topladım, oldu 3. Bərabərdir 33. 3n bərabərdir, bu 3-ü bu tərəfə keçirirəm. 33-dən çıxıram 3-ü. 3n bərabərdir 30, n də bərabərdir 10. Deməli 3-ü 10-a vursam 30 olar da. N'in qiyməti 10-dursa, yəni birinci ədəd 10 imiş, o bir ədəd 11, o birisi 12 imiş ardıcıl ədədlər. Böyük ədəd tapın deyirsə, böyük ədəd oldu 12 D variantı. 39-cu suala baxaq. Deyir A ədədinin 3-də 2 hissəsi 40. Yəni A-nın 3-də 2 hissəsi nədir? A vurulsun 3-də 2 bərabərdir 40 olur. Buradan A-nı tapsam 40-ı bölərəm 3-də 2-yə. Bu da A bərabərdir. Bölmə qaydasına əsasən birincisi olduğu kimi qalır. Vurma yazırıq. İkincisinin tərsinə vururuq. 40 ilə 20 ixtisar gedir. 40-ı 20-yə qıdadır. 40 ilə 2 ixtisar gedir. 40-ı 2-yə böləndə düşür 20. Məxrəcdə qaldı 1. 20-də 3-ə vurduq oldu 60. A-nı tapdıq. İndi B ədədinin 5-də 3 hissəsi isə B vurulsun 5-də 3 bərabərdir 15. B-ni tapanda da eyni qaydada 15 bölünsün 5-də 3 vurulsun 15 vurulsun 3-də 5 deməkdir. Yerlərini dəyişdik. 15 ilə 3 ixtisar getdi. Burada qaldı 1, burada qaldı 5. 5-i də 5-ə vurduq, elədi 25. B-nin də qiymətini aldıq 25. Sonda deyir ki, A bölünsün B nisbətini tapın. A-mız 60 idi. B-miz də 25-dir. Bunun nisbəti tapanda bunlar 5-i ixtisar gedir. Burada qalır 12, burada qalır 5. 12 bölünsün 5. Bunu da qarışıq ədəd şəklində veriblər. Bu da olacaq 2 tam 5-də 2. 2 tam 5-də 2 B variantı. 40-cı suala baxsaq. Deyir, oturacağın radiusu 2 metr, hündürlüyü 3,5 olan çən su ilə doludur. Demək, çən yəqin ki, burada bir dəqiqə. Çən şəkli çəksək. Silindir şəklində düşünək də bunu. Silindir şəklində düşünsək bu çəni. Demək, oturacağın radiusudur 2 metr. Radiuslarını çəkək. Demək, radius 2-dirsə, burada 2-dir, burada 2-dir, burada 2-dir. Bilirik ki, ola bərabərdir. Hündürlüyü 3,5. Hündürlük də demişdik ki, bu oturacağındakı dairələrin mərkəzlərini birləşdirən xəttlər. Eyni zamanda bu da hündürlükdür də. H burada H-dır. Hündürlüyün də qiymətini verib 3,5. Bu da oldu 3,5. Bu çəndə çəndən həcminin 75% qədər su axıdıldı. Əvvəlcə biz bu çənin həcmini tapmalıyıq da. Deməli, həcmi tapanda silindirin həcminin düsturu S oturacaq, vurulsun H. Bunun oturacağı dairədir də. Dairənin sahəsi S dairə nəyə bərabərdir? Pi R kvadratına bərabərdir. Pi-nin də qiymətini 3,14 veriblər. Gətirək yerinə qoyaq. 3,14 vurulsun. Radiusu da veriblər 2. Yəni 2-nin kvadratı. 3,14 vurulsun. 2 kvadrat eləyir 4. Bunu da vururuq. 4 vur 4. 16. 6 yazsan 1 yadda 4. 1 də yadda 5. 3 vur 4 də eləyir 12. Bu vergüldən sonra neçə ədəd var? 1, 2, 1, 2 saydıq. Vergülü qoyduq buradan. 12-dən %56.
Bu oldu 12,56 oturacağın sahəsi. Yəni bunun sahəsi. Bunu çənin həcmini tapanda da biz bu 12,56-nı vurmalıyıq hündürlüyə. Hündürlük də nə qədərdir? 3,5-dir. Bunları da vuranda 43,96 eləyir. İndi bunu tapdıq, həcmini tapdıq. Bu çəndən deyir, həcminin 75% qədər su axıdıldı. Yəni həcminin 75% deyəndə bunun 75%-ni tapırıq. 43 tam. Bu nə deməkdir 43-dən %96? Bunu kəsr kimi göstərək. %4396. Bunun 75% deyəndə 75-ə vurub 100-ə bölürük də bunu da. İxtisara eləsək 25-i ixtisar eləsək burada qalar 4. Bir dəqiqə. Bunu belə hesabladıq, amma ki bizdən litrlə suyu soruşur. Bunu amma metrlə veriblər də bunların ölçülərini. Biz bunları desimetrə çevirməliyik. Çünki uşaqlar, bunu deməyi unutmuşam. 1 desimetrin kubu 1 millilitrdir. 1 millilitrdir. Daha doğrusu 1 litr. Bir dəqiqə bunu düzəldim. 1 litr. Bəli, 1 desimetrin kubu 1 litrdir. 1 litr də 1000 millilitr. Yəni 1000 qram deyək də. Millilitr nədir? 1000 qram deyirik biz ona. Deməli, 1 litr də 1000 milliqramdır. Deməli, ölçü 1 desimetrin kubu ilə 1 litr bir-birinə bərabərdir. Ona görə bunlar düzgün olmadı. Hesablamalar. Əvvəlcə çevirib sonra hesablamalıyıq. Yoxsa düzgün alınmayacaq. Ölçüləri çevirək. Deməli, 2 metri desimetrə çevirəndə nə olacaq? Ona vurmalıyıq da desimetrə çevirəndə. Olur 20 desimetr. Sonra 3,5 metr desimetrə çevirəndə olur 35 desimetr. Oldu bu da. Desimetrə çevirdiysə indi hesablaya bilərik. 3,14 vurulsun. Radius nə idi? 20 desimetr. 20 desimetr. 20'nin kvadratı da eləyir. Yəni 20'nin radiusun kvadratı da 400. Vurulsun. 3,14. Bu da eləyir 1256. Deməli, oturacağın sahəsi 1256 oldu. Deməli, həcmi tapanda da 1256-nı vurmalıyıq hündürlüyə. Hündürlük də dediyinə qədərdir? 35 desimetr. Bu da eləyəcək 43960. Bu da elədi 43960 desimetrin kubu. Niyə? Çünki bax bunların hamısı desimetrdir. Bax 20 desimetr. Yəni həcm vahidi necə tapılır da bunlar? Bax fikir verin. 20 desimetr deyilən bunu tapanda bu nədir? Bax 20 desimetr vurulsun bir dənə də 20 desimetr. Kvadratı nə deməkdir? Bax 20'ni 20'ye vurduq 400 oldu. Desimetri də desimetrə vurduq desimetrin kvadratı oldu. Bu da nə? Burada nə aldıq biz? Bax sahəni tapanda 1256 desimetrin kvadratı oldu. Həcmi tapanda da axı hündürlük də desimetrlə verilib. Həcmi tapanda da bu desimetrin kvadratı idi, bu da desimetr idi. Desimetrin kvadratını da desimetrə vuranda oldu kubu. Yəni ölçü vahidləri də bu qaydada tapılır. Kub, kvadrat. Deməli belə tapılır. Həcmi də tapdıqsa, indi həcmin 75% qədər su buxarlandı deyirsə, indi tapa bilərik. Həcm nə oldu? 43960. İndi 43960-ın 75%-ni tapaq. 75'e vurub 100'ə bölək.
Bundan bu ixtisar getdi. Burada qaldı 4, burada qaldı 3. Bunu da bölsək 4-ə. Bax, bundan da bu 4 ixtisar gedir. Qalır 10.990 burada. Burada da qaldı 1. Məxrəcdə 1 qaldı. 10.990'ı da vursam 3'ə. Eləcə 32.970. Deməli, su axıdıldı deyir. Çəndə neçə litr su qaldı? Deməli, əvvəlcə çəndə olan su 43.960 idi. 75% suyu axıtdılarsa, yəni çəndən elə bir tökdülər də axıtdılar. Nə qədərini? 75% də oldu, bu qədər də 32.970. Deməli, əvvəl çəndə var idi 43.960 litr. Deməli, əvvəl çəndə olan su budur. Bundan axıdılan suyu çıxsa, çəndə görə nə qədər su qalar? Burada da qalar 10.990 litr. 10.990 litr su qalar çəndə. Bu da olar A variantı. Birinci sual düsturla həll olunur. Şəkildə neçə bucaq var deyir. Deməli, uşaqlar, bucaqların sayını tapanda n vurulsun, n-1 bölünsün 2 düsturla hesablayırıq. Bucaqların sayı. Bucaqların sayı. Eyni zamanda parça, məsələn, düz xətt üstündə nöqtələr verilir. Deyir ki, burada alınan parçaların sayını tap. Onda da yenə bu düsturda, eyni düsturdan istifadə edirik. n vur, n-1 bölü 2. Şüaların sayını tap deyəndə 2n düsturundan istifadə edirik. Hal-hazırda bu düsturdan istifadə edəcəyik. Burada da n nədir? Bax, burada alınan şüalar var. Şüa bilirik ki, başlanğıcı var, sonu yoxdur da. Bax, 1, 2, 3, 4. Burada 4 dənə şüa var. 4 dənə şüadırsa, n'in yerinə 4 qoyuruq. 4 vurulsun, 4 minus 1 bölünsün 2. 4 vur, 3 bölü 2. Bu 2 ilə ixtisar getdi, qaldı 2. 2 vur 3 də elədi 6. Bu da oldu 6 B variantı. Deməli, 42-ci sualda 42-ci suala baxsaq, baxın. Deyir ki, iyun və iyul aylarında satılan ayaqqabıların sayı aprel və may aylarında satılan ayaqqabıların sayından nə qədər azdır? İyundan, bu çox asan sualdır. Yəni, iyunda 150, iyulda 120 ayaqqabı satılıb, toplayanda 270 olur. Aprel ilə mayda satılan ayaqqabılarda 200-250'dir, toplayanda 450 eləyir. 450'dən də 270'i çıxsaq, yəni biri digərindən nə qədər çoxdur onu tapırıq da, bu deyilir. 180, deməli, aprel və may ayında satılan ayaqqabıların sayından 180 ayaqqabı azdır da. C variantı. 43-cü misal. Məxrəci 30 olan neçə ixtisar olmayan düzgün kəsir var deyir. Deməli, bu da düsturdur. Məxrəci 30 olan, elə bir ki, bu məxrəc 30 surəti bilmirik də. Neçə düzgün kəsir nədir? Yəni, surət məxrəcindən kiçik olmalıdır da. Kəsin surəti məxrəcindən kiçik olmalıdır. İxtisar olunmayan deyirsə, yəni 30 ilə qarşılıqlı sadə olmalıdır da. Məsələn, 1, sonra 7, məsələn deyəm. Yəni, bu aralıqda olan rəqəmlərdir, ədədlərdir deyək də. İndi biz düzgün kəsirlər, məsələn, 30-dan bir ikisi misal göstərim, amma qaydasını göstərəcəm. Məsələn, 30-da 7, 30 ilə qarşılıqlı sadə olan həm düzgün kəsirdir, həm də ixtisar getmirdi 30 ilə 7. İxtisar getmir. İndi onların sayını düzgün qaydası ilə tapmaq var. Deməli, 30'u sadə vuruqlarına ayırırıq. 2'yə bölünür, düşür 15. 3'ə bölünür, düşür 5. 5'ə bölünür, düşür 1. Sadə vuruqlarına ayırdıq. Yazırıq ki, baxın. 30'un sadə vuruqlarını belə göstərim. 2 vur, 3 vur, 5'dir də. Sadə vuruqlarını şəklində ayırdıq. İndi bunun düsturunu yazaq. Düsturda belədir. Ədədin özünü yazırsınız, 30'u. Sonra mötərizə açırıq. Bax, məsələn, bu 2'nin özünü götürürəm. Yazıram 1 minus. Düsturda həmişə belədir. 1 minus. Bu 2'nin tərsi. 2'də 1 yəni tərsi.
vurulsun, yenə aç mötərizə, yenə yazıram 1 minus, indi ikinci ədəd nədirsə onun tərsi, 3də 1. Sonra vurulsun, 1 minus, üçüncü ədəd nədirsə onun tərsi. Eyni qaydada 4-cü, 5-ci başqa ədədlər varsa da eyni qaydada davam edirik. İndi bunları hesablayaq. Bərabərdə qoyuq. 30 olduğu kimi qalsın. 30 olduğu kimi qalır. 1 minus 2də 1 nə deməkdir? Bax 1-i 2də 2 kimi göstərsəm, 2də 2-dən 2də 1 çıxanda qalar 2də 1. Burada qaldı 2də 1. Sonra burada 1-i, bunun məxrəcinə görə uyğunlaşdırırsınız da. Buradakı 1 artıq 3də 3 kimi düşünürük. 3də 3-dən də 3də 1 çıxanda qalır 3də 2. Deməli, bu kəsrin mötərizənin yerində qaldı 3də 2. Bu da eyni qaydada. Bunu 5də 1-dirsə, bunu 1-i 5də 5 kimi düşünürəm. 5də 5-dən 5də 1 çıxanda olur 5də 4. İndi fikir verin. 2 vuru 3. Məxrəcləri 1 vururuq. 30 da surətə vurulur. Yazırıq 30 vurulsun. Bu 1 heç, yəni yazmıram. 2 vurulsun 4. Məxrəcdə də 2 vur 3 vur 5. Bu da nə deməkdir? 2 vur 3 vur 5. Elə 2 vur 3 6, 6 vur 5 də 30 eləyir də. Yəni məxrəc, bu yazaq 2 vur 3 vur 5. Bu məxrəcin bu hasili 30'dur. 30. 30 vurulsun. 2 vur 4 deyir 8. Aşağıda da 30 alınır. Bu 30 ilə bu 30 ixtisar gedir. Qalır elə 8. Burada cavab elə 8 alınır. Deməli, məxrəci 30 olan, neçə ixtisar olmayan düzgün kəsir var deyirsə, cavab oldu 8. 44-cü misala baxaq. Bir sinifdə 20 şagird var. Şagirdlər partalara 2-2 otururlar. Sinifdəki oğlanların 3də 1'inin yanında qız, qızların isə yarısının yanında oğlan oturursa. Deməli, 44-cü suala baxaq. Deyir, bir sinifdə 20 şagird var. Şagirdlər partalarda 2-2 otururlar. Sinifdəki oğlanların 3də 1'inin yanında qız, qızların isə yarısının yanında oğlan oturursa, sinifdə neçə oğlan var? Əvvəlcə yazaq ki, burada oğlan və qız. Deməli, sinifdə oğlan və qız olmaqla ümumi 20 şagird var. Ümumi 20 şagird var. Oğlanları mən x götürsəm, qızları y götürsəm, deyir ki, sinifdəki oğlanların 3də 1'inin yanında qız. Qızların isə yarısının yanında oğlan oturur. Demək, görürsünüz, hər halda qızın yanında oğlan oturursa, oğlanın yanında qız oturmuş olar da. Onda oğlanların 3də 1'i, yəni x vur 3də 1 bərabər olmalıdır. Qızların yarısı, yəni y-in yarısına bərabər olmalıdır. Burada da bu x surətə vurulur da, bu x 1'ə vurulur. Axı, bu nə deməkdir? X bölünsün 3 deməkdir də bu. X bölünsün 3 deməkdir, y bölünsün 2 deməkdir bu da. Bunlar çarpaz vurulur, baxın çarpaz vurulur. X-i 2'ye vuram 2x, y-i 3'e vuram 3y. Bax, belə bir qayda var ki, məsələn, bir tərəfdə x, bir tərəfdə y olanda, bu y-in qarşısındakı bu 3 x-in qiymətidir. X-in qarşısındakı 2 y-in qiymətidir. Yəni, x bərabərdir 3k-dır. Buna yalnız k ilə və ya başqa bir hərflə işarə edirik. X-in qiyməti olur 3k, y-in də qiyməti olur 2k. Bu oğlanların deməli sayı oldu 3k, qızların sayı isə oldu 2k. Ümumi də burada 20 şagird var. Yəni 3k ilə, yəni oğlanların sayı ilə qızların sayını toplasam 20 eləməlidir. K'lar da 3k ilə 2k'nı topladım 5k bərabərdir 20, k da bərabərdir oldu 4. K'nın qiymətini 4 tapdımsa x bərabərdir 3k deyildimi? 3'ün yerinə, yəni k'nın yerinə 4 yazıram. 3 vur 4, 4, 12. Y də bərabərdir 2 vur k idi, 2 vur 4, bu da elədir 8. Deməli, oğlan idi də x-lar, oğlan, qız. Oğlanların sayı oldu 12, qızların sayı oldu 8. Deməli, bizdən də oğlanların sayını soruşduğuna görə cavab oldu B variantı. Bu da belə. 45-də deyir, y-in alacağı qiymətlər cəmini tapın deyir. X-a qiymətlər verib özləri. Y-in qiymətlərini istəyir. Bu düsturda x-in verdiyi qiymətləri yerinə qoyub bir-bir hesablayırıq. Birinci növbədə x-in, baxın, burada -2 qiymətini gətirib qoyuram. -2 çıxılsın 1, bölünsün 3. -2-dən 1 çıxanda eləyir -3, bölünsün 3 eləyir -1. Deməli, birinci qiymət oldu x-in -2 qiymətində y -1 qiymətini aldı. Sonra ikinci,
X-ın 0 qiymətində y bərabərdir. Gətirib düsturda X-ın yerinə indi 0 qoyuram burada. Və burada. 0 minus 1 bölünsün 3. Bu da mənfi 1 bölü 3. 3də 1. Yəni y mənfi 3də 1 qiymətini aldı. Sonra X-ın 8 qiymətinə görək y nə qiymət alır. İndi X-ın yerinə 8 qoyum. 8 minus 1 bölünsün 3. 8-dən 1 çıxdım 7 bölünsün 3 oldu. Deməli y 7 bölünsün 3 qiymətini aldı. Y-in deyir, alacağı qiymətlərin cəmini tapın deyir. Y-də deməli bax bir dəfə mənfi 1 aldı, bir dəfə mənfi 3də 1 aldı, bir dəfə də 3də 7 aldı. Bunları toplayırıq. Mənfi 1 çıxılsın 3də 1 mənfi olduğu üçün çıxılsın yazdım. Üstə gəl 3də 7. Bunları toplayaq. Bax bu 1-i, mənfi 1-i 3də 3 kimi göstərir. Mənfi 3də 3 kimi göstərirəm. Məxrəclərə eyni olan kəsirləri toplayanda, çıxanda surətlər toplanır, çıxılır. Məxrəcdə olduğu kimi yazılır. Deməli, mənfi 3 çıxılsın 1, üstə gəl 7. Məxrəcdə 3 olduğu kimi qaldı. Mənfi 3-dən 1 çıxdım, oldu mənfi 4. Mənfi 4-ün də üstünə 7 gəlsəm, mənfi 4-ün də üstünə 7 gələndə 7-dən 4 çıxıram, 3. 3 bölünsün 3, o da elədi 1. Deməli, cavabımız oldu 1. Deməli, 45 C variantı. 46. 2 müsbət ədəddən birinin 20%, digərinin 50%-nə bərabərdir. Demək, 2 müsbət ədəddən biri A olsun, biri B olsun. A-nın 20%-nə yazıram. Yəni, A-nın 20%, A-nı 20-yə vurub 100-ə bölmək deməkdir. Bərabərdir B-nin 50%-nədir. Yəni, B vurulsun 50 bölünsün 100. Fikir verin, hər ikisinin məxrəcində 100-lər var. Mən hər tərəfi 100-ə vursam, 100-lər ixtisar gedər. Və buranı da 100-ə vururam, buranı da. Bundan bir ixtisar getdi, bundan da bu ixtisar getdi. Qaldı 20A bərabərdir 50B. Bax, 20A, 50B. Bu sıfırlar da ixtisar getdi. Hər tərəfdə 10 var da. Elə ki, 2A bərabərdir 5B qaldı. Bayaqki qaydaya əsasən deyirəm ki, burada A-nın qiyməti 5K, B-nin də qiyməti 2K-dır. A bərabərdir 5K, B də bərabərdir 2K oldu. Bizə nə deyir? Kiçik ədəd 40 olarsa, kiçik ədəd sizcə burada hansı olar? 5K-mı, 2K-mı? Hər halda hər hansı bir kiçik ədədi K-ya vursan, bu kiçik olacaq da. Kiçik ədədin də qiyməti 40-dır deyir. Yəni 2K bərabərdir 40, K da bərabərdir 20. K 20-dirsə, onda A bərabər nə olacaq? 5 vurulsun 20, bu da elədi 100. Digər ədəd onların cəmidir. Digər ədəd də oldu 100. Deməli, birini özü vermişdi 40, o birisində 100 biz tapdıq. Onların cəmini istəyir. 100 ilə 40-ı toplayırsınız, olur 140. Cavab oldu 140. 47-də. Deyir, Orxan Şahdağın zirvəsinə çıxmaq üçün birinci gün yolun 12-də 5 hissəsini, yol X idi, 12-də 12 idi, elə bir ki. 12-də 12 kimi düşünsək, 12-də 5 hissəsini belə eləyək də, yolu X qəbul edirsək, yolu X qəbul edirəm. X-in elə bir ki, 12-də 5 hissəsi. Yol X-dir, yol. Belə yazaq, yol X. Birinci gün deyir, birinci gün, ikinci gün. Birinci gün yolun 12-də 5 hissəsini getdi deyir. Yəni, yol X-dırsa, X-in 12-də, yəni X-dan çıxırıq 12-də 5X. X-in 12-də 5 hissəsi 12-də 5X-dır da. Çıxsam, bu X nədir? Qarşısında 1 var da yazılmasa da. 12-də 12 deməkdir. 12-də 12-dən də 12-də 5 çıxanda qalır 12-də 7X. 12-də 7X. Deməli, nə qədər qalır? 12-də 5 hissəsini gedib, qalıb 12-də 5 hissəsi. 12-də 7 hissəsi. Sonra deyir, ikinci günü isə yolun 12-də 7 hissəsi. Yəni, X-dan 12-də 7 X çıxırıq. Bərabərdir. Bir dəqiqə, uşaqlar, axıra qədər oxumamışım. 12-də 7 hissəsini gedəndə elə 12-də 5, yəni ümumi əslində bütün yolu gedibdir. Bir dəqiqə. Fikir verin. Birinci gün yolun 12-də 5 hissəsini, sonra da 12-də 7 hissəsini. Elə bütöv toplayanda 12-də 12, yəni bütöv yolu gedib də bu. Deməlidir ki, Şahdağın zirvəsinə qədər olan məsafə təxmini 4200-dür. Elə yəni bütün yol 4200-üymüş.
Birinci gün nə qədər getmişdi? 12-də 5 hissəsi. Yəni 4200-ün 12-də 5 hissəsini gedib bu. Bununla bu ixtisar gedir. Burada qalır 350. 350-ni də vururuq 5-ə. Bu da eləyir 1750 metr. Deməli, Orxan birinci gün 1750 metr yol gedən imiş. Axıra qədər oxumamışdım birinci uşaqlar, üzülü sayın. 48-ci sual ətraflı yazı tələb edən açıq sualdır. Deyir ki, bu sual açıq sualların deyir, hər birinə doğru cavab verdikdə 10 bal, səhv cavab verdikdə isə -5 bal verilir. Qapalı suallara isə doğru cavab verdikdə 5 bal, səhv cavab verdikdə isə -3 bal verilirmiş. İndi deyir ki, yarışda iştirak edən Mahir 20 açıq sualdan 15-nə düz cavab verib. Yəni 15-nə düz cavab veribsə, bir açıq sualı 10 bal verildiyinə görə 15 açıq sualı 15 vur 10, yəni 150 bal verilir. Digər tərəfdən 5-nə də deyir, səhv cavab verib. 5 dənə də səhv. Bu düz, bu səhv. Bir səhv suala da -5 olduğuna görə 5-i də -5-ə vuranda edir -25. Deməli, onda bu 150 bal qazanıbsa, -25-də çıxılıb buradan. 150-dən də 25 balı çıxanda, yəni ki, səhv düzə çıxarıb da, qalıb 125 balı. 125 balı. Qapalı suallara isə vaxtı çatmadığı üçün cavab verə bilmirsə, yekun balı neçə olar? Yekun balı da onda 125 bal olar. 49. 49-cu suala deyir, 23-dən 99-a qədər bütün 2 rəqəmli ədədləri yazaraq əldə olunan ədəd neçə rəqəmlidir? 23-dən 99-a qədər görək nə qədər 2 rəqəmli ədəd var da. Bunların sayını tapanda sondakı rəqəmli ədəddən əvvəlki ədədi çıxırıq, üstə də 1 gəlirik. Deməli, 99-dan çıxırıq 23-ü, üstə də gəlirik 1. Olur 77. Deməli, burada 77 dənə 2 rəqəmli ədəd var. İndi bunları fikir verin. 2 rəqəmli ədədin özüdür də bunlar. İndi amma bunları yan-yana düzürük də. Elə bil ki, baxın. Bir dəqiqə. Burada yəni say olaraq 23-dən 99-a qədər 77 dənə 2 rəqəmli ədəd var. Ancaq bunları yan-yana düzəndə, məsələn, 23 ilə 24 deyirəm də, tutaq ki. 23, 24, 25 deyirəm. Burada neçə dənə ədəd var? 2 rəqəmli ədəd var. 1, 2, 3 dənə də, yəni 23, 24, 25, 3 dənə 2 rəqəmli ədəd var. Amma bunların rəqəmlərin sayı nədir? 1, 2, 3, 4, 5, 6 dənə. Görürsünüz, 3 dənə rəqəm ədəd varsa, onların 2 misli qədər də rəqəmləri var, rəqəmlərinin sayı var. Deməli, onda 77 dənə bu aralıqda ədəd varsa, neçə rəqəmlidir deyirsə, 77-ni vurmalıyam 2-yə, yəni 2 misli qədər olacaq. Bu da olur 154. Deməli, 154 rəqəmli olar buradakı ədəd. Gəlik 50-ci suala. Deyir, Anar anadan olanda bacısı 5 yaşında idi. Anar bacısı. Deməli, bacısının 5 yaşı olanda Anar təzə anadan olmuşdu. 0 yaşı var idi, elə bir ki. Deyir, indi Anarın 9 yaşı varsa, bacının neçə yaşı var? Anarın bayaq 0 yaşı var idi. İndi, daha doğrusu bu əvvəldən söhbət gedir, bir dəqiqə. Bu olsun keçmiş zaman. Bu da olsun indi. Deməli, əvvəl, yəni keçmişdə anadan olanda deyil, keçmişdə Anarın 0 yaşı var imiş, bacısı 5 yaşı var imiş. Hal-hazırda, yəni bugün Anarın 9 yaşı varsa, deməli, neçə il keçib? 9 il keçib də. 9 il keçib ki, 0 yaşın üstünə 9 yaş gəlmişik, 9 yaş eləyib. 9 il keçibsə, bacısının da yaşının üstünə 9 gəlməliyik. Yəni, 5 plus 9, bu da elədi 14. Deməli, bacısının hal-hazırda 14 yaşı var. Bu da belə.